Biri, ikisi, üçü, dördü, beşi mertebe. Bak. 6. mertebeni istiyor. Haricden gelen damazlık arıdır. Kafkas arısı değil. Bizim Kafkas arılardan değil. Maga. Haricden gelen arıdır. Ha maga. Aha, gene. Yaxşı o burada arı sirkələdiniz. Də bilim mərtəbə göstər. Sizin kövrük hanı kövrükünüz? Köreye Cuma ihtiyaç yok. olmuyor. Ha? Köreye ihtiyacı olmuyor. Ehtiyac yoxdur. Bundan damazlık köçürmeye gelmişik. İnşallah ki bu Almanya'dan gelen arıların tohumundan göçürüp gözəl. öz arıxanamızda da inşallah ki bunu artırmaya çalışacak. Yani seçmek lazım. Məhsuldar arını artırmak lazımdı. Yani bu cüre güçlü arılardan yetiştirmek lazımdı. Zayıf, eğri üyrü 3 tane ramka olan arıdan arı yetiştirip ondan hiçbir netice elde etmek olmaz. Bak böyle bir tasarrufattan tohum götürmek lazımdı. Ki hem de ki örnek almak lazımdı. Nümunevi arıçılar bak bunlardı maşallah olsun. Hakikaten. Ben Allah çekirəm Allah. paylaşıram. Allah. Cemaat beni görür ama çekip paylaşmayan böyle bir arıçıları görmürler. Böyle diyeyim size. Onu da göstermek lazım. Halal olsun. Vallahi halal Halaldır. olsun. Allah bereket versin. Bakın. Ben bunu sözünüzü ancak Ruslarda, Ukrayna'da görmüşəm böyle bir şey. Maşallah, maşallah, maşallah. Birdən fikirləşərlər ki, yuxarıda verir. Ha aç Rasim adaş, ben sözünüzü şeylemedim, istemedim diyeyim ki açsana diye. İndi bakma da indi. Hadi aç görsünler de. Aç görsünler maşallah. Güzel. O haricden gelen damazlık arılar da onlar netice gösterir. Rasim adaş, bu 1, 2, 3, 4, 5, 6 istiyor bu. Verirsen 7 de götürür bu. Olap 600% istiyor bu. Abi bütöv atmışam bunu. Maşallah, maşallah, maşallah. Bir dənə qaldır bax. Qırıqdır. Günah yox. Kaldır Pavlik. Günah. Biz de arı gösteririk cemaate ki biz arı saklayırıq diye bak. Təzə atmısan da korpusu. Hə. 2 gündə. Günah Maşallah, yox. maşallah. Sağ gün axşam at. Bunun məhsuldarlığı, sakitçiliği öz yerində. Başına da. Gözəl. Hamısı 10 dənə, yəni ağ şan qoymusunuz da. Ha, 10 dənə. Əla, əla, əla. 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 Belə nəticə, valla mən bilmirəm, bizim bəlkə cəmaatda var, belə bir şeyi çəkib göstərmirlər. İstədim ki, çəkib göstərək, Zaqatalada, yəni belə arılar var. Belə arılar var. Bax o qabaqda cərgədə olan, bax o cəmaatda da, bax o insanlı bir neçədir? 1, 2, 3, 4, 5. Ha. Görsən sən bu bir dənə də mərtəbə qoysan 100% ayaq altı lazımdır da. Ha, nərdivan lazım olacaq. Gözəl, gözəl, gözəl. Vallahi sevindim ki, həqiqətən bizdə Zaqatalada belə arılar var deyə sevindim. Super. Ha, Elbrus köçürürsən? Köçür qutardın yoxsa? Şabını qoy. Ha, bu hazırdır. Pavlik sen bunu koysan sen zahmet. Ben telefonla çekirəm. İstəsən mən qaldırım Krişan bir dəqiqə. Yox, lazım ehtiyac yoxdur. Ehtiyac yoxdur. O bunu nətər köçürürük? Bu starterdir. Başlayacaq. Ha, başlayıcı. Bunun içərisinə toxumları köçürürük. Yəni belə deyim ki, ana arılar yetişdirmək üçün. Və burada da bizim əxi maksimum dərəcədə xırda sürfələri götürür. Bak bu da bunun sülfesi. O balaca gördüğünüz yumurta büyüyüp olacak ana arı. Ahi de oradan seçir bunları. Maksimum hırdalarını seçir ki keyfiyetli analar. Evet, ana arımız keyfiyyətli olsun. Bəli, bəli, bəli. Sular olacaqdı 6-7 mərtəbə. İnşallah, inşallah. Arada o böyle balacası düşüyor, özüm görmürəm. Başında fenerle bunun içerisinde baba burada olan içeride sürfeleri en hırdalarını seçip götürür ki ana arı yetiştirmek için. Böyle. Allah razı olsun özlerinden. Çok sağ olsunlar, var olsunlar ki bu şəraiti yaradıblar bu güzel məhsuldar arılardan. Yani bize de verirlər, biz de istifade edək. İnşallah ki daha çok məhsul əldə edək.